Bura Qubanın Buduq kənd ərazisidir. İstiqamətimiz Zeyid kəndinədir. Yol bağlı olduğuna görə məcburuq ki, biz yolumuzu piyada gedək. Zeyid kəndində yol bağlıdır. Görürsünüz orada yük maşını. Kamaz markalı avtomobil də batıb, Uvaz markalı avtomobil də batıb. Yəni yağıntı yağanda konkret Dağüstü, Qapqazma, Buduq və Zeyid kəndlərində yol yoxdur. Biz də məcburuq bu yolu piyada gedək. Quba rayonunun Ucqar dağ kəndlərindən olan Zeyid kəndinə gedən yol demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Aprel ayında bölgəyə yağan intensiv yağıntılardan sonra xüsusilə Dəhnə ərazisində baş verən sürüşmə yolun böyük hissəsini dağıdıb. Nəticədə təkcə Zeyid kəndinə deyil, eyni zamanda Dağüstü, Qapqazma və Buduq kəndi istiqamətinə gediş-gəliş də ciddi şəkildə çətinləşib. Bizim yollarımıza baxan yoxdur. Ya bu pis vəziyyət. Qar yağandan cəmaət gəlib əllə təmizləyib duramıyor. Biraz yerli bildirlər ki, rayona gidib gəlişimiz yoxdur. Rayona gedə bilmirik. Kartol sahələrdə tümümüzü gətirə bilmirik. Kartola ekmək istəyik, tümü gətirə bilmirik. Son vaxtlar olursa bu. Bu yağışlardan son vaxtlar deyəndə belə gedir, bir aydan yuxarı belə bir yol var. Kiməsə müraciət etmiş bu yol var? Müraciət deyəndə kimə müraciət edir? Bələdiyyəyə ümumiyyətlə zəng düşə bilmirik. Zəngimizi açmır. Telefon nömrəsi yığırıq, açmır telefonunu. Belə də kənd cəmaatı. Ona görə də kəndlər dağılıb gidilir. Günü-gündən azalır kənddə, adam qalmır. Aprel ayından bəri biz çox əziyyətlər çəkirik, çox zülümlər çəkirik. Ümumiyyətlə gediş-gəliş bir çətindir. Xəstəmiz olanda rayon mərkəzinə, xəstəxanaya çatdıra bilmirik. Çox çətinlik çəkirik. İndi hal-hazırda rayon mərkəzinə gedə bilirsiniz, yox? Yox, görürük ki, bax nə zülümlə gəlmişik. Orada bir maşın batda qaldı. Bax burada yolumuz çox bərbad vəziyyətdədir. İndi yol bağlıdır da? Bəli, yol bağlıdır. Kənd sakinlərinin sözlərinə görə asfalt yoldan Zeyid kəndinə qədər olan 17 kilometrlik hissə keçilməz vəziyyətə düşüb. Yağışlardan sonra yollar bataqlığa çevrilir. Bəzi hissələrdə isə torpaq tamamilə sürüşərək yolu yararsız hala salıb. Əraziyə yalnız yüksək keçid qabiliyyətinə malik Uvaz markalı avtomobillərlə hərəkət etmək mümkündür. 4-5 saat biz yol gəlir o. Gəlib çıxmaq olmuruq. Hər yeri işqin, ya baxanımız var, ya bir şey. Avtomobil nasaz olur? Əlbəttə ki, hər gidəndə 250-300 manat avtomobildə pul qoyuruq. Qazandığımız yoxdur. Bələdiyyəyə müraciət etmişik. Eləmişik, heç bir icraya da müraciətləmişik, belədir, heç bir xeyri yox. Nə deyirlər sizə belə? Hə, baxılacaq elə bir günlə ki, bundansa bizə bir rayonda bir Zeyid kəndi, Buduq kəndi, bir dənə 5 mərtəbə, 3 mərtəbə versinə gidib orada yaşayaq, pulağı da verdik bələdiyyəyə, kənd sovetinə. Sakinlər bildirirlər ki, həmin avtomobillərlə belə kəndə çatmaq böyük əziyyət tələb edir. Sakinlərin dediyinə görə bəzən avtomobillər saatlarla, hətta günlərlə yolda qalır. 3 saatdır ki, rayon mərkəzindən kəndə gəlməyə çalışırıq. Və hal-hazırda şükürlər olsun ki, gəlib çatmışıq. Amma nə vəziyyətdə gəldiyimizi sözlü şahid oldunuz da yəqin ki. Bax, bizim günümüz, güzaranımız budur. Bələdiyyə zəng edirsən, ya telefonlarımızı açmayıb, nədir ki, aprel ayından bəri Zeyid, Buduq kəndi bax bu vəziyyətdədir. Yolumuz bərbad vəziyyətindədir. Mən xahiş edirəm aidiyyatı orqanlara bunu işıqlandırasınız, aidiyyatı orqanlar görsün, bizim vəziyyətimizi, bizim yaşayışımızı görsün və bizi nəzərə alsın. 35 evdən 17 evdə yaşayış qalır. Çoxsu da neyin üzbatından? Bu yolun belə bərbad vəziyyətdə olmağından. Çətin keçilən yollarda nəqliyyat vasitələri tez-tez sıradan çıxır. Sürücülər isə demək olar ki, hər gedişdən sonra ustaya üst tutmalı olurlar. Kəndə ərzaq və digər zəruri məhsulların çatdırılması da müşkülə çevrilir. Kənd sakinləri bildirirlər ki, dəfələrlə aidiyyatı qurumları və Xınalıq Bələdiyyəsinə müraciət etsələr də problemləri uzun müddətdir həllini tapmır. Xahiş olunur bu rəhbərliklərdən, dövlət rəhbərlərindən bizi bu yolları tədbir görsünlər. Bələdiyyə müraciət etməmişik yolla bağlı. Bələdiyyə müraciət eləsə də baxmırlar, heç bir təşkil, nə bələdiyyə baxmır, nə icra nümayəndəsi baxmır, maraqlanmırlar. Cəmaatın vəziyyəti əziyyətdir, çox əziyyətdir. Dəfələrlə bələdiyyə sədrinə zəng etmişik, dərdimizi kimə deyəcəyimizi bilmirik. Apreldən bu yana yol demək olar ki, bağlıdır. İnsanlar məcbur qalıb yoldan yox, otlaq sahələrindən keçərək birtəhər kəndə çatırlar.
Məsələ ilə bağlı Xınalıq Bələdiyyəsinin sədri Nadir Məmmədovla əlaqə saxladıq. Nadir Məmmədov açıqlamasında bildirdi ki, adı çəkilən yol onların balansında deyil və məsuliyyət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusdur. Bununla bağlı agentliyin 5 saylı yol istismarı MMC-nin mühəndisi Rövşən Babayevlə əlaqə saxladıq. Rövşən Babayev açıqlamasında qeyd etdi ki, problemli əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun 7-ci kilometrliyində işlər aparılır. Texnikalar əraziyə göndərilir. Yolun açılması istiqamətində tədbirlər görülür. Bu vaxta qədər işlərin gecikməsinə səbəb son günlər yağan intensiv yağışlar olub. Sürüşmə baş verən hissədə canlı qüvvə və texnika çalışır. Seyid istiqamətində yerləşən digər problemli yollar da mərhələli şəkildə bərpa olunacaq, deyə Rövşən Babayev bildirir. Mövzu ilə bağlı Quba rayon İcra Hakimiyyətindən də münasibət öyrənildi. İcra Hakimiyyətindən şifahi olaraq bildirildi ki, son aylarda yağan intensiv yağışlardan sonra rayonun bir sıra kəndlərində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Seyid kəndinə gedən yolun bərpası da həmin tədbirlər planına daxildir və mərhələli şəkildə həyata keçiriləcək. Qeyd edək ki, vaxtilə sıx yaşayış olan bu dağ kəndlərində hazırda əhali sayı da kəskin azalıb. Hazırda Zeyid kəndində 44 evdən cəmi 20 ev yaşayışlı qalıb. Qapqazma kəndində 8, Buduq kəndində isə yalnız 3 evdə yaşayış var. Mən şəhid nənəsiyə bu 6 ildə heç kəs maraqlanmıyor bizlə. Canlı sağlayır. Yolu ancaq düzəltmək lazımdır. Cəmaət işləyir. Qazmada ev var, Filüsdə var, Buduqda var. Oradan bu yönündəki lap bərbad günlər. Çetindir, yol çox çetindir, can bala. Mən artıq geridə xahiş edirəm, qalan cəmaatı görə bitiran qədər otursun da yol düzəlsin. Sakinlər deyirlər ki, yolların bu vəziyyətdə olması kəndlərin tamamilə boşalmasını daha da sürətləndirə bilər.